Hüquqşünas Əkrəm Həsənov yazır: Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın. Birinin oğlu Moskva Ali məktəbinə daxil olub. Ora çatarkən hava limanında telefonunu yoxlayıblar və Ramzan Kadırova dair lağlağı şəkil tapıblar. Uşağı həbs ediblər və indi Ukraynaya qarşı müharibədə iştirak üçün kontrakt imzalamağa məcbur edirlər. Sözü gedən məsələ ictimaiyyətdə birmənalı qarşılanmayıb. Qlobal İnfoza danışan hüquqşünas Əlifsəd Allahverdiyev deyib ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti artıq Rusiya-Ukrayna müharibəsində iştirak etmiş vətəndaşlarımızın cinayət məsuliyyətinə cəlb olunması barədə məlumat verib. Stat: Deməli, Azərbaycan vətəndaşlarının xarici silahlı münaqişələrə cəlb olunması real təhlükədir. Rusiyaya gedən azərbaycanlılara izah edilməlidir ki, sərhəd keçid məntəqələrində əlavə yoxlama, telefon və elektron cihazlarının yoxlanılması, sosial şəbəkələrdəki paylaşımlarla bağlı suallar və müxtəlif formalarda hərbi xidmət təklifləri ilə üzləşmək ehtimalları mövcuddur. Xüsusilə gənclər yüksək maaşlı iş, təhlükəsizlik və ya mühafizə işi, müxtəlif dövlət və ya özəl strukturlarda xidmət, vətəndaşlıq və ya digər üstünlükləri müqabilində hərbi xidmət təklifləri ilə qarşılaşdıqda son dərəcə ehtiyatlı olmalıdırlar. Heç bir halda təzyiq altında hərbi müqavilə imzalamamalıdırlar. Əgər Azərbaycan vətəndaşı Rusiyada saxlanılır, təzyiqə məruz qalır və ya ondan hərbi kontrakt imzalanması tələb olunursa, mümkün qədər tez hüquqi yardım və Azərbaycan diplomatik nümayəndəliyinin konsulluq dəstəyi tələb edilməlidir. Bundan başqa, Azərbaycanda hərbi cəlbetmə şəbəkələrinin olub-olmaması araşdırılmalıdır. Əgər həqiqətən Azərbaycan vətəndaşlarını Rusiya üçün Ukraynada döyüşməyə adam cəlb edən qruplar fəaliyyət göstərirsə, buna qarşı böyük proses başlatmaq lazımdır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.